Hamıya salam. Bir gün nə bişirək? Çoxdandır qreçka bişirmirdim və qərara gəldim ki, bir gün axşama kotletlə qreçka bişirim. Qreçkanı sizə paylaşmışdım bişirmək qaydasını. Mən belə bişirirəm. Deməli, yağ soğan eləyirəm, pomidor, biber, duzun, istiotun qatıram və biber pastası. Bunlar qəşəng qızarandan sonra qreçkanı çoxlu-çoxlu yuyuram, tərtəmiz, süzürəm və qatıram həmən yağ soğana. Üzünə çıxana qədər su tökürəm. Belə bişir. Qaynayandan sonra duz əlavə edirəm. Əgər duzu azdırsa və tam suyu quruyana qədər, suyu çəkilənə qədər belə bişirirəm. Yəni mən qreçkanı bu qaydada bişirəm. Mənə elə gəlir ki, bu qaydada bişirəndə daha dadlı olur və daha belə sulu olur. Qreçkamız bişdi, suyu çəkildi. Bax, belə oldu. Görürsünüz? Yumuşaq, dadlı, quru da deyil. Çox dadlıdır. Yəni mən qreçkanı bu üsulla bişirirəm. Siz də sınayın. Bu da kotletləri üstünə düzdüm və indi servis edəcəm.